Tamam. Uşaqlar, deməli, informatikadan OTK-nın bugün keçirilmiş 10-cu sinif 9-cu sinif blok imtahanı informatika suallarına baxırıq. Deməli, 61-ci sualdan başlayaq. Bir məktəbdə dil idman turniri keçirilir. Turnirdə iştirak üçün müəyyən edilmiş şagirdlər var. Turnirdə hər sinifdən bir nəfər olmaqla neçə müxtəlif 4 nəfərdən ibarət olan bir komanda düzəltməlidir və neçə müxtəlif yolla düzəldə bilər. Baxıram 6-cı sinif 2 nəfərdir, 7-ci sinif 3 nəfərdir, 8-ci sinif 2 nəfərdir, 9-cu sinif 4 nəfərdir. O zaman 9-cu sinifdə də 4 nəfər var. O zaman biz 4 nəfəri komanda düzəltməliyik. 2 nəfərdən birini götürərik. 3 nəfərdən birini, 2 nəfərdən birini, 4 nəfərdən birini. Bunların da yekun hasılı necə eləyəcək? 48. Ancaq bir D variantı. 2, 8 say sistemində verilmiş ədədi 16'ya çevirin. Ne niyəti? Birinci 2'liyə çeviririz. 7'ni biz 2'liyə çevirsək 1, 1, 1. 6'nı 1, 1, 0. 0 ilə 0, 0, 0. 3'ü də 0, 1, 1. 4, 4 yığarıq. Geri qaytarıq. Daha sonra burada da 4 tane, burada da 4 tane. Bu 4 tane bir 15 edir F. Bu sadəcə 8 edir. Bu da sadəcə bir dəqiqə 1 hə, 1 ilə 2, 3 edəcək. F8 3 C variantı. 13-cü sual kan temalı məşq mərhələsində ardıcıllıqla düzün. Birinci təsvir gəlməlidir. Ona görə 2 ilə başlamalıdır. Daha sonra təhlil ən sonda gəlməlidir. Onsuz sonda gəlir. Baxa görə fərqli yer harada ilə ikincidir. Formal informasiya qurulması, kontr modelinin qurulması. Birinci formal qurulmalıdır. 2, 1. Daha sonra model qurulmalıdır. Eksperiment, sonra da təhlil A variantı. Saç dilinin əsaslı müəyyənliyi yenə üstünə 10, 0, 1, 2 yazıb 10'luğa çevirərik. Hamısını bu deyəsən 8'li sayı sistemidir, bəli. X kvadratı plus 5x plus 2 plus 4x plus 5 bərabərdir 64 plus 32 plus 1'ə. Bunu da sadələşdirsə x kvadratı plus 9x plus 7 bərabərdir 97'yə. X kvadratı plus 9x çıx 90 0. Y teoreminə görə hasil mənfi 90 cəmi mənfi 9. Bu nə eləyər? Haradasa problem varmı? Aha. Hasili mənfi 90 cəmi mənfi 9. 16 ilə 5'i götürə bilərikmi? 6 ilə mənfi 15'i. Bəli, 6 ilə mənfi 15'in hasili mənfi 90 edir. Cəmi də mənfi 9 alınır. O zaman mənfi 15 olmaz. 6 olar Y variantı. 65 vektorun çatışmayan cəhəti nədir? Miqyası böyük azalma keyfiyyət azalır. Bu vektor deyil. Qrafik hərcinin böyük olması bu mənfi deyil. Böyük olması bu rastra aiddir. Görüntüdə xüsusi rənglərin reallığı əks etdirmənin çətinliyi bəli bu doğrudur. Mümkün olmaması bu əslində rastrdan vektor keçid daha rahatdır. Ona görə Y variantını götürə bilmərik. D variantdan. Keçək aşağıdakı ifadəni hesablayın. 8 sayı sistemində hasildir. Elə 8'li kimi vura bilərik. 56'nı 42'yə vursaq. 2'ni 6'ya 12 eləyir. Biz 12'dən 8'i çıxırıq. 4'ü yazırıq. Qalığı yazırıq 1. 2'ni 5'e 10, 11. 11'i də 8'e bölsək. Qalıq 3. 1 düşür qabağa. 4'ü 6'ya 24. 24'ü 8'e çevirsəm 0. 3 dəfə. 23'ü də yenə 8'liyə çevirsəm 2 dəfə qalıq 7. Bunlar da alt-alta toplasam 4, 3, 3, 7. Bir dəqiqə hardasa səhv etdi. Və burada 7'ni yazmalıydıq. 20, 23'ü 7 buraya yazılır. 2 buraya yazılır. 1 ile 7'nin cəmi 8, 8'i biz 0 yazırıq. 1 yadda bu da olur 3, 0, 3, 4 A variantı. 0'dan 6'ya qədər rəqəmlər istifadə etmək neçə rəqəmlər təkrarlanmayan 3 rəqəmli cüt ədəd düzəltmək olar. 3 rəqəmli cüt ədəd deyirsiniz. Birinci sonu cüt olmalıdır. Bu biraz qarşılıqdır. Sıfırla bir tane ayrı götürmeliyiz. Sıfıra olmayan ayrı. O zaman biz birinci 2, 4, 6 ile biten bizim neçə ədədimiz var? 3 tane. Yerdə qalan neçə rəqəmim var?
7 rəqəmim var. Sıfırdan başlaya bilməz. Qaldı 6. Birinci istifadə eləmişəm 5. Daha sonra sıfırın özünü də götürə bilərəm ortada. Yenə 5 olacaq o zaman. Tutaq ki 5 ilə 6-nı götürdüm. Mənim 5 dənə rəqəm oldu. Bu neçə? 75. 75 sıfırla bitməyəndir. Sıfır ortada olandır. Və sıfırla bitən neçə dənə olar? O zaman sonunda bir dənə sıfır yaza bilərəm mən. Cüt olsun deyə. Əvvəla da mənim 6 ədədim var. Sıfıra yaza bilmirəm olsa sıfır sonunda da 5 və ikisini artıq istifadə eləmişəm sıfırla tutaq ki 1-i. Qaldı neçə? Yenə bir dəqiqə burada nəsə səhv eləmədikmi? Sıfır sondadırsa mən əvvəla 6 dənə də yaza bilərəm. 6 vur 5. 30. Deməli 30 dənə sıfırla bitən 25 dənə də sıfır ortada olan cüt ədəd düzəltmək olar. İlkində 75. 28-ci, 68-ci sual. Aysel, Elvin, Murad və Nərmin dostdur. Deməli, Aysel, biz onda bunu bir şəkildə biraz aşağıdan çəkək. Aysel, Murad, adlar. Hı -hı. Aysel, Murad, Elvin və Nərmin. Onlar hı -hı. Və şimdi çəkək buradan xətti. Bunlar bir neçə şəhərdə işləyirlər. Deməli, Bakı, bir dəqiqə, Bakı şəhəri, Sumqayıt, Şəki və Qəbələdə. Və iş peşələri də iki dənə mühəndisdir. Deməli, mühəndisin iki dənə filizi olmalıdır. Və digərləri də müəllim və həkimdir. Bir Şəkidə işləyən kimdirsə mühəndis deyil. Deməli, mühəndis Şəkidə ola bilməz. Və həkimlə Sumqayıtda ilə Şəkidə işləyir. O zaman Şəkiyə kim qalır? Şəkidə iki dənə mühəndis işləyə bilmir. Həkim işləyə bilmirsə, o zaman Şəkiyə müəllim qalır. Şəkidə kim olsa müəllim olacaq. Aynətdən Bakıda Asiya da Şəkidə işləmir. Deməli, Asiya Şəkidə deyilsə, Asiya o zaman müəllim deyil. Və Nərmin də Bakıda işləmir. Daha sonra Asiya və Murad mühəndis deyil. Asiya ilə Murad mühəndis deyil. Asiya da mühəndis deyil. Murad da mühəndis deyil. Bizə olsa iki nəfər qalır. Onda avtomatik növbəti qalan iki nəfər mühəndis olmalıdır. Qəbələdə işləyən mühəndis deyil. O zaman Qəbələdə işləyən mühəndis deyilsə, mühəndislər Qəbələdə ola bilməz. Onu tapdıq. O zaman bunlara da minus yazarıq. O zaman bura plus qalır. Bura minus olur. Burada plus qalır. Biz demişik ki, Şəkidə işləyən müəllimdir. O zaman müəllim Hacımov gedir, Şəkiyə gedir. Şəkidə işləyən də Muraddır. Murada düşür. Deməli, Murad Şəkidə müəllim işləyir. C variantı. 69. Unicode'da yazılmış mətnin hər səhifəsində 32 sətir. Aha. Fayl neçə səhifəsi var? O zaman biz V bərabərdir SSSI həcm düsturunu bərabər eləyərək VT düsturuna. Yəni sürət zaman düsturuna. Aparıb səhifə sayını bilmirəm. S. Sətir sayı 2/5. Simvol soyu 2/4. Unicode 2 byte. Vur bərabərdir. Sürət vur zaman 16 kilobit. Kilobiti də 2/10-a vurub bitə çevirərəm. Vuraram 16-ya. 2/4-ə. 2/4 ilə 2/4 buradan gedər. Daha sonra 2/5 ilə bu buradan gedər. Burada 2 qalar. S-ə də tapanda nə edərik? 2/10-u bölərik 4-ə. Yəni bu 2 ilə bu 2. Bu da eləyər neçə? 2/8. D variantı. 70. Avtomata girişdə 3 rəqəmli ədəd daxil edir. Avtomat bu ədədi yenə də aşağıda qaydaya çevir. 1 və 2 rəqəmləri ardıcıl. 1 və 2 rəqəmləri ardıcıl olaraq 2 və 3 rəqəmləri vurulur. Alınmış ədədlər artan sıra ilə yan-yana yazılır. Avtomatdan çıxışa verdiyi ədəd 816-dırsa, verilən ən və ən kiçik ədədlərin fərqini tapın. Artan sırayla yazır. Deməli, 8, 16. Artan sırada dediyimə görə mən buna 81, 16 düşünə bilmərəm. 8, 16 düşünə bilərəm. İndi 3 rəqəmli ədəddir. A ilə B-ni vurur, 8 alır. Ya da B ilə C-ni vurur, 16 alır və yaxud tərsinə.
İndi ən böyük ədəd deyirsə, mən 9 götürə bilmərəm. 9-u nəyə vursam bu 8 16 edir, heç nəyə. O zaman mən ədədi, ən böyük ədədi götürəndə 8, 2 götürərəm. Bu bizə 16-nı versin. 2 ilə də nəyi götürsəm, 8-i verər, 4-ü. Deməli, ən böyük ədəd 824-dür. Ən kiçik ədədə gələndə isə, mən o zaman ən kiçik ədəddəsə mən 0-dan başlaya bilmərəm. Ona görə mənim ədədim 1 ilə başlamalıdır. İndi 1 ilə nəyin? Hansılı 8? 16 ilə. 16 çünki 2 rəqəmi də götürə bilmərəm. 1 ilə 8-i götürərəm. Hasıl 8. 8 ilə də 2-ni götürürəm ki, 16 eləsin. Yəni bu ikisini asıl. O zaman 100, 824, 182 ki, bunların da bizə nəyin soruşur? C-ni soruşur. Bunu toplasam eləyər 1006. 824 ilə 182-nin C-ni. 71 1 gigabaytın 2də 1 hissəsi neçə kilobaytdır? Gigabayta 1 kilobayt, yəni 1 gigabaytın 2də 1-i neçə kilobaytdır? Kilobayta çevirəndə nə edirik? 2 üstü 20-yə vururuq. 2 addım olduğuna görə. Bu deyir 2 üstü 19. A variantı. İnformasiya təqdim edilmə formalarının biri deyil. Baxaq görək. Analog. Bəli, bu informasiyanın formasıdır. Səsdir, ədəddir, qrafik mətndir, təqdim etmə formasıdır. 73. Təqdim edilmə formasına görə modelin növüdür. Təqdim olunma. Statik model, dinamik model bu zamandan asılı olaraqdır. Təcrübi tədris oyun modeli bu istifadə sahəsinə görədir, amma maddi informasiya modeli də təqdim olunma formasıdır. 74. Bunun doğru olduğu ən kiçik sayı əsaslı. Baxaq 7-dən 1 çıxır 6 edir. 6-dan 4 çıxır 2 demək düzdür. O zaman x-in burada ödəyəcəyi ən kiçik sayı sistemi 8-dir. Çünki ən böyük rəqəmi bir vahid artırmalıyıq. 8-in içərisində 7 ola bilər. 8 ən kiçik olan say sistemində rəqəmlərin müxtəlifinin ən kiçik rəqəm ədədi yaddaşda tutulub biti tapın. Əsas ən kiçik olan 8-li say sistemində rəqəmlərin müxtəlif olan ən kiçik 3 rəqəm ədədləridir. 1, 0, 2. Bunun da hər biri 3 bit olduğuna görə 3 dənə simvol bu da eləyəcək 9 bit. 75. Ümumi həcmi 68 kilobayt olan 258 səhifəli faylın ilk və son səhifəsində 64 simvol var. Hər birində monoxrom təsvir var. Piksellərin sayını tapın. O zaman biz mətnlə şəkilləri tapmalıyıq. 258 səhifəli sənədin 2 səhifəsində mətn var. Onu da 32 vurulsun 64 və heç bir məlumat vermirsə əlifba barəsində. Deməli bu ASCII-dir. Bunu da nə edərik? Vurarıq 1 bayta. Bölərik 2 üstü 12 kilobayt olsun. Çünki bizə kilobaytla bilib. 2 üstü 10 elə buradan aparsam, burada 2 qalar. 4. 4 kilobayt. 68 kilobaytın 4 kilobaytı mətndir. O zaman yerdə nə qalır? 64 bayt. O 64 baytda, kilobayt daha doğrusu, şəklin həcmidir. Neçə səhifə qalıb? 250 hər birində. 256 vurulsun. Monoxrom dediyinə görə 1 bit. Vurulsun A vur B. Piksel arası ilə A vur B-ni soruşur. A vur B də bərabərdir. O zaman 64 vur 2 üstü 13 bit. Böl 2 üstü 8. 2 üstü 8-dən bu gedir. 2 üstü 5 qalır. 5-dən də 2 üstü 6 toplanır. 2 üstü 11. 2 üstü 11 də deməli eləyir A variantı. 76. Hansı doğrudur deyir. Bunu artıq tapmalıyıq. A-dan sadəcə B və C-yə yol olmalıdır. Doğrudur A variantı hələ ki. B-dən əlavə olaraq B-dən A-ya, C-yə, Y-yə, F-ə olmalıdır. A-la Y-yə, F-ə var. C-yə yoxdur. Onun cavab variantı səhvdir. Baxım görün burada hələ ki hər ikisi düz gəlir. C variantına baxıram. C variantında A-ya, B-yə, Y-yə, D-yə olmalıdır. A-ya, B-yə var, Y-nə, D-yə yoxdur. Deməli B də səhvdir. O zaman D variantına baxıram. Hələ ki uyğun gəlir. Yox, D variantında uyğun gəlmədi. B variantı pozur, B sətri pozur. C variantında da B pozur, amma Y variantında artıq variant qalmadığına görə Y variantı doğru olmuş olacaq. Da bir də yoxlamaq ehtiyac yoxdur. 77 Rastların redaktorlarına aiddir. Paint sözü olanları və götürüldü. Ona görə Y variantı illüstrə bulan hər biri vektorda. Verilmiş ədədlərin komitənin yaddaşda tutduğu yerlər müəyyən edin. 5 son 2 üstü 9-dan kiçik bərabər olduğuna görə 9 bitdi elə. 1-ə gedir Y.
2-yə gedənə baxsaq, F1 6, 3 ədəddə hər biri də 4 bitdən 12 bit eləyir. 2-yə gedir D, ona görə 1-yə 2D. Bu da hər biri 3 bit olduğuna görə 6 bit olmalıdır. O da A. Bəli, doğrudur. Bir dəqiqə. Üçüncüyə 8 bit niyə verib? 1-yə F1 6. 3 ədəddə 3-ü də 4-ə vururuq. 12 bit. E, deməli 2-yə 100% D gedir. 3-ə 100% hər bir element 3 bit olduğuna görə 6 bit 3-ə A gedir. Amma variantlarda belə bir də 1-ə B verib. E, burada bəlkə 10 bit kimi götürüb. Bir dənə baxaq. Biz 8-i 2-nin kubu kimi götürə bilərik. 3 bit deyə bilərikmi? 8-i mən yazsam, ikiliyə çevirsəm nə olar? 0, 0, 0, 1. Hə, o zaman 4 bit olur. Deməli, qüvvət olanda bir vat böyük götürməliyik. 9-dursa 10 götürəcəyik. Ona görə olacaq 10 bit. 1-ə B gedəcək, B gedəcək. O zaman 1-ə B olan 1B, 2D, 3A. B, D, A. A variantı. Flash informasiya daşıyıcısını tapan, flash informasiya daşıyıcısını tapan deyir. Deməli, bunlar flash deyil. E, bir dəqiqə, DVD, HDD. HD sərt diskdir. FTD floppy diskdir. DVD bu optik diskdir. Blu-ray optik diskdir. SSD flash deyəndə yəqin ki, sxem nəzərdə tutulurlarsa, sxemə görə SSD-dir. Amma belə flash, əslində flash kart, flash yaddaşdır. Burada isə verilənlərdən sadəcə Y variantı uyğun gəlir, başqa variant uyğun gəlmir. FTD bu flash yaddaş getmir, bu floppy disk, yumuşaq disklərdir. O da yenə şeyə aiddir. Ən çox optik diskə aid ola bilər və yaxud da ki, hard diskə. 12 megabayt, 12, 80, 12 megabayta əcəb maşınların tam rol diskdən 3 ədəd 2 megabayt video. Deməli 12 megabaytdan aha, silindikdən sonra. Deməli biz 12 megabayta 3 dənə ikilik siləcəyik. Yəni 6 megabayt. 4 dənə 512 kilobayt. 4-ü 512-yə vursaq 2048, onu da 1024-ə bölərik 2 kilobayt olsun, megabayt olsun. Bu da neçə 2 megabayt. 8 ədəd bərabər həcmə malik mətn çıxılsın 8x. Bu bərabər oldu 2 megabayta. O zaman 12-dən 6-na çıxdım 6, 6-dan da 2-ni çıxdım 4 megabayt. Çıx 8x bərabərdir 2 megabayt. O zaman 8x 2 megabayt. X də bərabərdir 4-də 1 megabayt. 4-də 1 megabayt 256 kilobayt edir. 81. Deməli bunu 16-lığa çevirəndə sıfırın sayını tapalım. Deməli biz bunu hamısı 16-ya çevirməliyik o zaman. 2 üstü 20, üstə gəlir 2 üstü 16, üstə gəlir 2 üstü 7. Belə 16-ya çevirsəm 2 üstü 4-ün üstü 5, üstə gəlir 2 üstü 4-ün üstü 4, üstə gəlir 2 üstü 4, vurulsun 2-nin kubu. Deməli, ən böyük qüvvət 5 olduğuna görə 5-i bir varda artıraq. Bu ümumi rəqəmlərin sayını verir 6. İştirak edən qüvvətlərin sayını da çıxıram. Bu da bizə verir sıfırların sayını. 6-dan 4 çıxsam 3. 82. 129 simvol əlifbaya yazılıbsa bunu 2 üstü 8-dən kiçikdir. O zaman hər bir simvol 8 bitdir. İnformatika sözü də 11 hərfdən ibarətdirsə, o zaman 11-i də 8 bitə vursam eləyər 88 bit. Bu da 11 bayt. C variantı. 83. Yolların sayını soruşur. A şəklində fikirlərini. O zaman birləri yazarıq yenə. 1, 1, 1. Burada 1, 1. D'yə ikisi daxil oldu. 2, 2. Bura 1. Y'yə 2, 1, 1. 4-ü daxil oldu. F'ə isə 4, 2, 1. 7-si daxil oldu. Deməli, cavab oldu. A-dan F'ə 7 yolu. 512 simvoldan ibarət olan mətn arxivləşdirilir. Aha, 512 simvoldan ibarət olan mətndirsə, heç bir məlumat vermirsə, demək bu həcmi 1 bayt olub hər biri. Yəni 512 baytdır. 384 bayta oldu. 512 bayt 100% idisə, 384 neçə faizdir? X.
X-i tapsaq, o zaman 100 vurulsun 384 bölünsün 5 son 2. Bunu da 128 vurulsun 3 yazaram. Ve 128'den də 5 son 2 nəticələr aparsam, qalar 4. 100-dən də 4-ü 25. 25-i də 75. Deməli 75 faizi qalıb. 75 faizi qalıbsa neçə faiz artıq birləşib? O zaman 100-dən də 75-i çıxırıq. Bu da gedir 25 faiz 85. Askidə bir fraqment D-nin 16 kodunu tapın. Əgər bunu biz necə həll edirdik? Hı -hı. Deməli, əgər böyük C-nin kodu 67-dirsə, böyük D-nin kodu 68-dir. Böyük ilə kiçik arasındakı fərq nə qədərdir baxaq. 32 olur həmişə. O zaman belə çıxır ki, 68-dirsə, üstünə 32 gəlsəm, ellər neçə? 100. 100 D-nin kodu, balaca D-nin kodudur. İndi bu da onluq kodudur. 16 deyirsə, 100-ü bölürəm 16-ya. Neçə dəfə düşür? 6 dəfə. Qalıq 4. 6-nı da 6-ya bölsəm, qalıq elə 6. Demək, cavab oldu 6, 4. 16-lıqda. 86 kilobayta çeviririm. 24-ə vururam. 5 son 2 kilobayt. Üstə gəl. 4 kilobayt. Üstə gəl. 73 bayt. Bunu da 100-ə 600-ü bitir. 100-ə bölsə, 8-ə bölsəm neçə dəfə düşər? 75 mi? 75 bayt. 75. Bu da 1900. O zaman 1975 bayt. Sadələşdirən 516 kilobayt üstə gəl. 73 ilə də bunu hesablasam 2048 eləyər bayt. Bunu da 1024-ə bölsəm 2 eləyər. Bu da 518 kilobayt. Əşədiyyətdə hər bir simvolun Unicode kodlaşmasına yığılacaq onluğu müəyyən edin. 5120 simvoldursa, bu neçə edəcək? 10240 bayt. 1024-ə bölsəm 10 kilobayt. Deməli, 1-ə gedir Y. Bu edir 5 son 2 bayt. 5 son 2 bayt varmı? 5 son 2 bayt yoxdur, amma 0.5 kilobayt var. Ona görə 2-yə gedir. A 2048-dirsə, bunu 2-yə vurub 1024-ə bölərəm. 2-yə vurub 1024-ə bölsəm, bu eləyər 4 kilobayt. Deməli, 4 kilobayt varmı? 4 kilobayt yoxdur, amma 4096 bayt var. B variantı. Bizə gedər B. B getdi, A getdi, Y getdi. Bir də C ilə D qaldı. Elə 10240 bayt C variantı gedər 1-ə. 4096-nı buna 8-ə bölsəm 512 bayt edir. O da elə A yeri, A-nın yanına gedər D variantı. Deməli, 1C-Y, 2AD, 3B. 88 nədir? Müxtəsər romanın köməyi ilə onluq sayı sistemində verilmiş 544-ün kvadratını 8-liyə çevirin. 544-ü biz nə yazalım? 512 plus 32-nin kvadratı. Bu da elə 209 plus 205-in kvadratı. Bunu da müxtəsər kimi atsam 218 plus 215 plus 210. 8-lik deyirsə 2 üstü 3-ün üstü 6. 2 üstü 3-ün üstü 5. Üstə gəldi 2 üstü 3-ün üstü 3. Bu 2. Bu da eləyər 8 üstü 6, 8 üstü 5, 2 vurulsun 8 üstü 3. İndi 8-liyə çevirən deyirsə 6-cı yerinə misal nədir? 1. 1. 5-ci yerinə misal 1. 4 yoxdur. 3-cü yerinə misal 2. 2, 1, 0 da yoxdur. Amma bu da oldu bizim cavab. 1, 1, 0, 2, 0, 0, 0. 89-90. PowerPoint sözünün kurlaşdıra biləcəyi minimal simvollar əlifbatı internet sözünün həcmi neçə baytdır? Deməli, PowerPoint sözündə kurlaşdıra biləcəyi minimal simvol əlifbatı da hərəsindən birini götürürük. P1, O2, 3, 4, 5. P təşərrüranları götürə bilmərəm. Götürə bilmərəm. O6, N7, T8. Demək 8 simvoludursa bunun biti nə qədərdir? 2 üstü 3. Yəni 3 bitdi. İnternet sözü. İnternet sözünün həcmi neçə baytdır? İnternet sözü də 3, 5, 8. 8 simvoldur. 8 simvolla vuram 3 bitə.
eləyir 24 bit. Bunu da byte-a çevirsəm, eləyər elə 3 byte. Bu simvolu bir də sayaq. P, O, W, E, R, P-ni yazmırıq. O-nu yazmırıq. I, N, K. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bəli, düzdür. 90-cı sual 256 vur 384. Bunu biz nə yazarıq? 208 vurulsun 3 vurulsun 207. 84 kilobaytdır. Vur i bit. Bərabərdir 84. 84 də nə yazarıq? Elə 3 vurulsun e, 28 yazarıq. 28 də 7 vurulsun 2-nin kvadratı kilobayt. Bunu da bitə çevirərik. Onda i-ni tapanda nə edərik? I-ni tapanda 21 vurulsun. Hətta 3-ləri bunun aparaq. Qalsın 7 vurulsun. 215 bölü 215. Bunlar da gedər qalar 7. Eyni tapanda 2 üstü 7-dən kiçik bərabər. Yəni cavab olar 128 rəng mövcuddur. Hə, ən azı nəsə rəng mövcuddur deyir, ən çox demir. Ən çox 128 də ən az nə qədər ola bilər? O zaman 206-dan bir vahid çox. 206 neçədir? 64 rəng, o da bir 65. Deməli, ən azı bizə 65 rəng lazımdır ki, bunun biti 7 bit eləsin. Çox çaşdırıcı bir sual idi. O zaman 128 yox, 65 olar. Və sonra bugünkü bu tekrar sınavın izahı buna qədər. İzləyib abunə olmağı unutmayın. Sağ olun. Gələn sınavlarda görüşmək üzere.